Deməli, bugünkü mövzumuzda başlayırıq uşaqlar. Atom fizikası. Atom və nüvə fizikası. Deməli, atomun əvvəlcə necə? Sual var idi kiminsə? Geçemem, salam deyir. Aleyküm salam. Deməli, atom və nüvə fizikasında uşaqlar birinci bilməyimiz lazım olan atomun quruluşudur. Atom haqqında ilkin təsəvvürləri onsuz da bir çoxumuz bilirik. Deməli, atomun mərkəzində nüvə var. Nüvənin içərisində müsbət yüklü zərrəciklər, hansı ki biz ona proton deyirik. Bir də yüksüz zərrəciklər və ona da neytron deyirik. Nüvənin ətrafında fırlanan mənfi yüklü zərrəciklərə isə elektron deyirik. Atomun standart modeli bu formada təsvir olunur. Həm mənfi, həm müsbət, həm də yüksüz zərrəciklərdən ibarət bir qarşılıqlı sistemdir atom. Atomlarda belə deyək ki, ifadə məsələsi, yəni bir atomu biz yazarkən, məsələn, X atomu deyək, onun sol aşağı küncündə Z, yuxarı hissəsində isə A hərfini yazırıq. Yuxarıda yazılan kütlə ədədini, aşağıda yazılan isə yük ədədini göstərən qiymətlərdir. Amma bugün adlarını biraz fərqli öyrənəcəyik. Yəni, aşağıda yazılan protonların sayıdır. Bir də bu orta hissədə yazılmayan bir N göstərirəm sizə. Buna da neytronların sayı deyək. Neytronların sayı. Yuxarıda yazılan A isə proton və neytronların sayının cəmidir. Yəni, A bərabərdir Z üstə gəlmişsin N. Proton və neytronları cəmləyəndə yuxarıda yazılan qiyməti verir. Və bu yuxarıda yazılan qiymət əslində nüvədəki ümumi zərrəciklərin, yəni ki, nukleonların sayıdır. Nukleon nüvə zərrəciyidir. Nukleon deyiləndə proton və neytronu nəzərdə tuturuq. Yəni, nukleon sözünü görəndə sən bilməlisən ki, burada proton və neytronlardan söhbət gedir. Konkret bir nümunə üzərində baxaq. Məsələn, deyək ki, hamımızın sevimlisi hidrogen. Protium izotopu 1-1. Bu rəqəmlər bizə nəyi deməyə əsas verir? Bu deməkdir ki, bu hidrogenin bir dənə protonu var və neytronu yoxdur. Ümumi nüvədəki nukleonda bir dənədir. Elektron sayı ilə bağlı danışanda da elektronların sayı neytral atomda elektronların sayı protonların sayına bilirsiniz də, bunu elektrik yükü dərsindən, yəni ikinci toplumun birinci mövzusundan öyrənmişsiniz. Elektronların sayı protonların sayına neytral atomdan söhbət gedəndə bərabər olur. Yəni, burada çəkdiyimiz hidrogenin bir dənə protonu varsa, bunun elə bir dənə elektronu var. Digər bir hidrogen izotopu, məsələn, deuterium nüvəsi H1-2. Bunun haqqında danışsaq, bunun bir dənə protonu var, bir dənə neytronu var, bir dənə də elektronu var. Və ya tritium dediyimiz H1-3. Bunun bir protonu var, iki dənə neytronu var, bir dənə elektronu var. Bunlar atomların işarələrinə baxıb onlar haqqında məlumat, belə deyək də, verilmə üsuludur. Bəzən də şəkilləri ilə bağlı suallar çıxa bilir. Atomu təsvir etməyi bacarmaq lazımdır. Məsələn, başlayaq protiumun özündən. Bir dənə proton var, ətrafda da fırlanan bir dənə elektron var. Bu protiumun şəklidir. Deməli, deuteriumu çəkəndə H1-2 şəklini çəkməyə çalışsaq, burada bir dənə proton var, bir dənə neytron var, ətrafda fırlanan bir dənə elektron var. Tritiuma keçsək, burada nəyimiz var? Bir dənə proton var, iki dənə neytron var, ətrafda fırlanan da bir dənə elektron var. Bu da müvafiq olan şəkillərimiz. Başqa elementi nümunə verək. Məsələn, helium 2-4.
Neytral vəziyyətində helium 2-4-dən söhbət edək. Bunun neçə protonu var? 2. 2 protonu var. Neçə neytronu var? O da 2. O da 2. Neçə elektronu var? 2. 2. Neytral vəziyyətdə elektron var. Bu heliumun nəyidir? Atomudur. Helium atomu. Ola bilər ki, sizə belə bir şəkil çəksin. Məsələn, desin ki, bu nədir? İndi sən elementi təsvir etmək üçün təbii ki, protonların sayı bayaqlarım dedim də, əsas məsələ protonların sayıdır. Çünki bir element yazılanda aşağıdakı ədəd yazılır əvvəlcə. Bayaq nətər göstər? X, Z, A. Yəni Z ilə A-nı bilməyin lazımdır əsas. Bunun Z-i 2-dir. Z-i 2-dir. Nukleonların ümumi sayı, nüvədəki zərərciklərin sayı da 4 dənədir. A-sı da 4-dür. Bu nədirsə 2-4-dür. Təbii ki, bu heliumdur. Amma burada bir problemimiz var. Protonlar, müsbətlər 2 dənədir, elektron isə 1 dənədir. Deməli, bu neytral deyil, yüksüz deyil. Ona görə də bu heliumun atomu yox, heliumun ionudur. Qısa konkret. Baxan kimi qərar vermək istəyirsənsə, protonlarla elektronların sayına baxacaqsan. Birinci şəkildəki kimi, bu birinci şəkil deyək də bunu. Birinci şəkildəki kimi, əgər müsbətlərlə mənfilərin, yəni elektronların sayı bərabərdirsə, bu atomdur. Əgər müsbətlərlə mənfilərin sayı fərqlidirsə, bu iondur. Bu ikinci şəkil, məsələn, iondur. Məsələn, litiumla örnək verməyə çalışaq. Litium 3,7, 3-cü elementdir dövr cədvəldə. Və, məsələn, neçə protonu var bunun? 3. Bunun 3 dənə protonu var. Bəs neçə neytronu var? 4. 4 dənə neytronu var. Bu arada deyirik, şəkildə xəta olmaz, amma mən şəkili belə sadəcə sxematik çəkirəm. Əslində neytronlar protonlardan böyükdür, yəni yanlış anlaşılma olmasın da. Neytron cüzi miqdarda da olsa protondan daha böyük zərrəcikdir. Mən biraz indi müsbət işarəsini yazmaq üçün elə yazıram. Yəni yer çox qaplayır. Yəni 4 dənə neytronumuz var. Deməli 3 dənə də protonumuz var. Bu nüvəmiz neçə elektronumuz var? 3. 3 dənə elektron birinci orbitdə bilirsiniz 2 dənə ola bilər. Ona görə də digər elektronu məcburuq ki, ikinci şeylə qoyaq. Yəni bu bizim bilməyimiz, fizikada ehtiyacımız olan, şəkillərindən tanımağımız lazım olan deməli elementlər bunlardır, atomlar bunlardır. Ümumi atomun standart modeli əslində bu formadadır uşaqlar. İndi atomun son modelini əslində Niels Bohr, Danimarkalı alim bilirsiniz, Niels Bohr tərəfindən verilmişdir və Bohr deyir ki, yəni atomlar müəyyən enerji səviyyələrində olurlar. Bohr postulatları deyirlər. Bohr postulatları. Bohr deyir ki, atom diskret enerji səviyyələrinə malikdir. Yəni bina fikirləşə bilərsiniz, rahat yadınızda qalsın deyə. Atomu bir bina kimi təsəvvür edə bilərsiniz. Bu birinci mərtəbə. Burada var neçənci mərtəbəmiz? İkinci mərtəbəmiz. Sonra gəlir üçüncü mərtəbəmiz. Sonra gəlir dördüncü mərtəbəmiz. Sonra gəlir beşinci mərtəbəmiz. Və bu formada yuxarıya doğru gedir. Altıncı mərtəbə, sonsuz sayda mərtəbə. Sonsuz sayda mərtəbəsi olan bir bina kimi fikirləşin. Hər bir mərtəbənin də özünə xas enerjisi var. Y1 birinci mərtəbənin enerjisi, Y2 ikinci mərtəbə, Y3, Y4, Y5 və nəhayət çox yuxarı qalxanda enerji səviyyəmiz olur 0. Aşağıdan yuxarı getdikcə enerjinin qiyməti artır. Ən yuxarıdakı enerji 0-dırsa, deməli aşağıdakı enerjilərin qiymətləri mənfidir. Enerjilərin qiymətini uşaqlar əzbər bilməyə məcbur deyilsiniz.
bütün suallarda enerjilərin, hər hansı bir atomun enerji səviyyələri veriləcəkdir. Sən o verilən qiymətlərə görə sualı hesablayacaqsın. Yəni, bununla bağlı narahatçılıq əsas yoxdur. Bəs enerjilərlə bağlı, bu səviyyələrlə bağlı nəyi bilməlisiniz? Birinci məsələ bunu bilməlisən ki, şəkildən gördüyünü əslində. Yuxarılara doğru qalxdıqca mərtəbələr arasındakı məsafə azalır. Normal binadan fərqi budur. Bunu bilməlisən. Bu bir. İki, nəyi bilməlisən? Borun postulatı nədir bəs burada? Yəni, postulat dediyimiz ki, bor deyir ki, atom bu enerji səviyyələrində ola bilir. İkinci olaraq deyir ki, stasionar vəziyyətdə atom enerji şüalandırmır və ya udmur. Yəni, birinci mərtəbədədir, öz üçün şellənir məsələn. Həmin mərtəbədə rahatçılıqdır, sürü şəraiti. İkinci postulatında deyir ki, o zaman enerji dəyişməsi baş verir ki, yəni şüalanma və ya udulma baş verir ki, atom bir enerji səviyyəsindən başqa bir enerji səviyyəsinə keçsin. İndi deyək ki, atom birinci enerji səviyyəsindədir. Siz onun üzərinə foton göndərdiniz. Atom qalxdı, məsələn, ikinci mərtəbəyə. Buna deyirlər udulma. Oxun istiqaməti yuxarı olanda, məsələn, burada da bir dənə təşkilanma oxu, belə udulma. Bunların hamısı nədir? Udulmadır. Əgər oxun istiqaməti aşağı doğru olarsa, məsələn, belə bir dənə çəkək. Olmadı. Bu nədir? Şüalanma. Məsələn, bu nədir? Şüalanma. Buradakı nədir? Bunlar şüalanma. Gəlin, adlandırım keçidlərin hamısını. A keçidi deyək, B keçidi, C keçidi, D keçidi, Y keçidi, bir də F keçidi. İndi hansı keçidlər udulma oldu dostlar? A, B, A, B və C. Bunlar nə oldu? udulma. Udulma vəziyyəti. Yəni, bu nə deməkdir? Atom enerjini uddu. Enerjini udmalıdır ki, qalxsın yuxarı. Enerjisini artırsın. Yuxarı səviyyələrdən aşağı səviyyəyə gəlmək, yəni, məsələn, keçidlərimiz hansılardır? D, Y və F. Bunlar nədir uşaqlar? Şüalanma. Bunlar şüalanmadır. Yuxarıdan aşağı düşmək. İndi, bəs yuxarıdan aşağı düşəndə və ya aşağıdan yuxarı qalxanda müəllim, enerjini uddu deyirsiniz, enerjini verdi deyirsiniz. Nə qədər enerji uddu deyə sual çıxsa nə tər edəcəksən? Təbii ki, mərtəbələrin fərqini tapacaqsın. Mərtəbələrin fərqini tapmalıyıq. Yəni, hər hansı bir n-ci səviyyədən m-ci səviyyəyə gedən bir atomun sərf elədiyi və ya udduğu enerji yn çıxılsın ym bərabərdir h-növ fotonun enerjisinə bərabərdir. Yəni, udulan və ya şüalanan enerji mərtəbələrin, bu səviyyələrin enerji fərqinə bərabər. Mesela, nümunə ilə daha yaxşı izah eləməyə çalışaq. Qiymətləri, yenə deyirəm, əzbər bilməyə ehtiyacımız yoxdur. Amma mən, siz görəsiz deyə yazıram. -10,6 ev deyək. Ev bilirsiniz də, enerji vahidi, elektron volt. İkinci mərtəbənin enerjisinə gəlin deyək, -3,4 ev. Üçüncü mərtəbəyə deyək, -1,5 ev. Dördüncü mərtəbəyə deyək, nə deyək məsələn, -0,4 ev. Qiymətləri bu arada atıram, yəni səhv ola bilər qiymətlər, onlardan narahat olmayın. Y5 olsun məsələn, -0,1 ev deyək. Təbii, belə yuxarı getdikcə görürsünüz, enerji artır. İndi məsələn, danışaq A keçidi ilə bağlı. Deyir, A keçidində barədə, yəni A keçidinin oxu deyək də qısacası. A keçidinin oxu deyəndə nə deməlisən? Deyəcəksən ki, bu udulmadır birincisi. Bəs nə qədər enerji udulub? Enerjilərin fərqini tapırsan. Modul deyiz, mənfiyə baxma. 13,6, 3,4-ü çıxanda nə eləyəcək? 10,2. 10,2. Deməli, belə çıxır ki, A keçidində 10,2 elektron volt enerji nə qarmışdır? Udmuşdur. Udulub. Bəli. Məsələn, F keçidini siz oxuyun o zaman. F keçidi haqqında nə deyə bilərsiniz?
0,3 şualanma. 0,3 mükəmməl cavabı idi. Necə tapdınız bu 0,3-ü? 0,4'dən 0,7. Yox, elədi 0,3 ev. Amma nə dediniz? Şualanma. Şualanmadır. Çünki oxun istiqamət aşağı. Bu keçid oxunma qaydası budur. Yəni sən özün də başa düşürsən ki, hər bir mərtəbənin öz enerjisi var. Bir mərtəbədən digərinə qalxmaq üçün sən o fərqi ödəməlisən də. O fərqi ödəmədən necə dəyişə bilərsən? O fərqi ödəmək lazımdır. Və bu fərqi əsasən əslində uşaqlar biz görə bilirik ki, xəttin uzunluğu, bu keçid xəttindən söhbət gedir. Bu keçid xəttinin uzunluğu nə qədər böyük olsa, bu sol tərəfi başa düşdüysə buranı silirəm. Çünki sağdakı şəklə həmişə çəkəməyəcəm uşaqlar. Kimsə SS almaq istəyirsə alsın vaxtında. Hətta alan varsa zəhmət olmasa qrupa da göndərər. En azından arada baxarıq. Çünki mən sol tərəfi silməyə məcburam. Hə, deməli, xəttin uzunluğuna baxıb qərar vermək olar. Deməli, xəttin uzunluğu nə qədər çox olsa, enerjinin də qiyməti bir o qədər nə olar? Çox olar, düzdürmü? Yəni, xəttin uzunluğu ilə enerji, udulan və ya şualan enerjinin miqdarı, enerji bilirsiniz, tezliklə düzüm tənasib asıldı, enerji kütlə ilə düzüm tənasib asıldı, impuls düzüm tənasib asıldı. Deməli, xəttin uzunluğu bu 4 dənə kəmiyyətlə düzüm tənasib asıldı. Amma bir kəmiyyət var ki, ondan da tərs asıldı. Onu da bilirsiniz. Asi çocuq kimdir? Dalğa uzunluğu. Dağ uzunluğudur. Lambda ilə tərs asıldı. Biz indi bu dediklərimizi biraz əsaslandırmağa çalışaq. Burada gördüyünüz kimi 6 dənə kesid verilib. 6 dənə kesid verilib burada. Sualı soruşacağım, siz cavab verəcəksiniz. Deyir ki, ən böyük enerjili udulma hansıdır? A. A deyən kim idi birinci? Mən. Sən kimsən? Üzr istəyirəm. Güllü. Nə? Güllü. Hə, Güllü A kesidi deyirsiniz. Əsaslandırın zəhmət olsa. Çünki udulma dediniz. Biz də dedik ki, düz asıdır enerji ilə. Ona görə ən uzun olanda ən uzun udulma A-dır. Doğrudur. Bəs yaxşı, belə sual çıxsa, ən kiçik dalğa uzunluğuna malik keçid hansıdır? O da A-dır. Tamamilə səhvdir. D. Udulma şalama olduğunu söylediniz. Udulma şualanma olduğunu demədim, Güllü fikir verdinsə. Bəli, mən düzdür. Bəli, ən kiçik dalğa uzunluğu dediyimizə görə xəttin uzunluğu böyük olmalıdır. Ona görə D keçid olacaq. Məsələn, B və C keçidlərinə diqqətlə baxın. B-yə də baxın, C-yə də baxın. Hər ikisində neçə mərtəbə qalxış var? 2. 2 mərtəbə qalxış var. B keçidi hardan haradır? 3'ten 5'e. 3-dən 5-ə. Belə də yazılır bu arada. Yəni hər dəfə sizə diaqram çəkməyəcəklər. Bəs C keçidi hardan haradır? 2'den 4'e. İndi Kərəmin ağladığı yerə gəldik. Kərəmin ağladığı yerə gəldik. Nə mənada ağladığı yerə gəldik? Şəkildən təxmin eləyərsə də mən səndən soruşsam ki, B keçidində enerji çox udulub, yoxsa C keçidində nə deyərdiniz buna? S çeşitinde. C keçidinin şəkildən baxıb kör-kör, gör-gör prinsipi ilə demək olardı. Amma dediyim kimi, bəzən belə enerjilərin nömrələri ilə verəcək. Məsələn, Y3, Y5, Y2, Y4, məsələn, əlavə edeyim, Y1, Y3, bax. Deyir, bu keçidlərin hansında daha çox enerji udulmuşdur? Y1, Y3. Ay, sağ ol. İndi əvvəl dediyim cümləni yəqin ki, başa düşdünüz, bayaq nə dedim? Yuxarıya Yuxarıya- doğru qalxdıqca, bəli, enerjilərin, səviyyələrin fərqinin azaldığını bilməlisən. Şagird burada, məsələn, variant olaraq verəndə ki, bu keçidlərin hamısında eyni miqdarda enerji udulmuşdur. Şagirdlər bilirsən də sualın üstünə tullanmağı çox sevir. Götürüb yapışdırır bunu. Hamısı bərabərdir. Səbəb olaraq da rəqəmlərin fərqini göstərir. Amma
nəyi bilməliyik? Aşağı mərtəbələrdə enerji miqdarının modulu çox olduğuna görə aşağılardakı keçidə uyğun dəyişmələr böyükdür, yəni belə deyək. Yadda qalarmı dostlar? Başa düşdünüz buranı? Bəli, müəllim, burada fərq eyni olur, həm müqayisə istəyəndə. Nə? Fərq eyni olur. Məsələn, burada hamısında fərq 2 idi axı. Yön nömrə olaraq ki, tam enerji olaraq eyni deyil, axı onu demək istəyirəm. Hər Yəni nömrədə, Y1-dən yəni onu. nömrə olaraq indi cavablarda belə deyək də, sənə enerji istəyəcək, nömrə fərqini kim istəyən bizdən. Cavablarda deyəcək ki, hansında daha çox enerji udulmuşdur, sən deyəcəksən ki, Y1-dən Y3-ə. Düzdürmü? Hamısı mərtəbə idi axı, ona görə soruşurdum müəllim. Necə? 2 mərtəbə idi axı, Yox, hamısında bilirəm, ona görə. amma mərtəbələrin eyni deyil axı qiyməti, onu demək istəyirəm. Məsələn, 1-dən 3-ə bax, 2-dən 4-ə bax. Hər mərtəbəni elə bir ki, bina düşün. 1-dən 3-ə qalxmaq üçün daha çox əziyyət çəkəcəksən. Çünki aşağıdakı mərtəbələr arası məsafə böyükdür. Yəni, nömrə olaraq, tamam, 2-dən 4-ə qalxmaqla 1-dən 3-ə qalxmaq eyni səslənsə də, 1-dən 3-ə qalxanda udduğumuz enerji daha çoxdur. Çünki məsafəsi böyükdür. Başa düşdünüzmü? Bəli. Bəli, yəni enerjilərin qiymətini burada nəzərə almaq lazımdır. Deməli, öyrəndiyimiz enerji diaqramları ilə bağlı birinci məsələ bu oldu ki, xəttlərin, yəni keçidlərin deyək də, uzunluğuna əsasən biz onların enerjisini, tezliyini, kütləsini, impulsunu və dalğa uzunluğunu fərqləndirə bilərik. Diqqət eləməyimiz lazım olan hissə udulma və ya şüalanma olan hissələrdir. Onlara diqqət eləməliyik. Digər bir məsələ, bu udulma və şüalanma deyirik. Bəs burada şüalanan şey nədir? Onu öyrənməyimiz lazımdır. Deməli, dostlar, yadımızda saxlayırıq. Əgər atom yuxarı enerji səviyyələrindən, dostlar, aşağı enerji səviyyələrindən, yəni daha doğrusu birinci səviyyə, bura birinci səviyyədə n bərabərdir 1, n bərabərdir 2, nömrələri göstərin. 3-cü səviyyə, 4-cü səviyyə, 5-ci səviyyə. Deməli, yuxarı enerji səviyyəsindən əgər atom birinci səviyyəyə gəlsə, biri biraz da aşağıdan çəkim ki, fərq yaxşı görünsün. Yuxarı enerji səviyyəsindən birinci səviyyəyə gəlsə, məsələn, bu udulmadır, yoxsa şüalanmadır? Şüalanma. Şüalanma. Bunların hamısı, fikir verirsiniz, bunların hamısı nədir? Şüalanmadır. Şüalanma məsələsində indi belə deyək də, nə şüalanır? Ultrabənövşəyi şüa. Yuxarı enerji səviyyələrindən birinci enerji səviyyəsinə düşərsə, ultrabənövşəyi şüalanma baş verir. Əgər yuxarı mərtəbələrdən ikinci mərtəbəyə düşsəniz, ultrabənövşəyiyə nisbətən daha az enerjisi olan elektromaqnit dalğa gəlməlidir. Ultrabənövşəydən bir aşağı görünəni. Kiminsə yadına düşmədisə bu dediyim, xatırlayın, elektromaqnit dalğalarının növlərini keçmişəm sizə. Rigurg. Yadınızda radio dalğa, infraqırmızı, görünən ultrabənövşəyi, rentgen qamma. Ultrabənövşəyinin enerjisi görünəndən çoxdur, görürsünüz. Yuxarı mərtəbələrdən əgər 3-cü mərtəbəyə və ya 4-cü mərtəbəyə fərqi yoxdur, gələrsə, yuxarıların hamısı infraqırmızıdır. Bu 3 dənə elektromaqnit dalğa şüalanması mümkün olur. İnfraqırmızı, görünən, ultrabənövşəyi. 1. Ultrabənövşəyi, 2. Görünən, 3, 4, 5, 6 infraqırmızı. Bunu da sualda şəkillə yox, enerjinin, belə deyək ki, qiymətləri, yəni nömrələri ilə deyə bilər. Məsələn, yazar ki, imtahanda Y4, Y1 keçidin zamanı nə şüalanır deyir. Ultrabənövşəyi. Ultrabənövşəyi. Bəs Y5, Y2 Görünən. görünən. Bəs Y6, Y3 İnfraqırmızı. bəs Y4, Y3 O da infraqırmızı. bəs Y4, Y2 Görünən. bəs Y2, Y1
Ultrabənövşəyi. Ultrabənövşəyi. İndi sənə sual. Deyir ki, ən böyük dalğa uzunluğuna malik görünən şüalanma hansıdır? Dalğa uzunluğuna tərs asılıdır da. Hı? Balaca olan. Bəlkə özünüz cavabı deyəsiniz mənə. Deyir ki, ən böyük dalğa uzunluğuna malik görünən şüalanma hansıdır? Yer 5'ten Şey. 4 müəllim. Y5. Yeyək. Kənan, səsin gəlmir, Kənan. Səsin eşidilmir, qadası nəsə problem var yəni, qulaqlıqda zaten. Sual təkrarlayıram. Deyir ki, ən böyük dalğa uzunluğuna malik görünən şüalanma hansıdır? 4-dən 2-yə. 3-dən 2-yə. Üçdən iki o. Yox, bu verilənlərdən deyirəm. Görünəndir 4-dən 2-yə. desməli. Bəli, 4-dən 2-yə, bəli. Bəli. Görünən demişəmsə, avtomatik başqalarını ələyirsən də, Y5 ilə Y2, bir də Y4, Y2 qalır. Dağ uzunluğunun böyük dediyinə görə kiçiyi götürməlisən də. Cavab olacaq Y4, Y2. Müəllim, bəs 3-dən 2-yə niyə olmur? 3-dən 2-yə burada yoxdur, qadası. Mən yazmamışım axı 3-dən 2-yə. Hə. Sən ümumiyyətlə 3-dən 2-yə deyirsən, hə? Hə. Hə, düz deyirsən. Ümumiyyətlə 3-dən 2-yə düz deyirsən. Başa düşdünüz? Bəli. Bir saniyə uşaqlar. Hə. Var mı bundan bağlı suallar? Anlaşılmayan, qaranlıq qalan bir şey var mı uşaqlar? Müəllim. Bəli. Aydındır müəllim. Hə. Davam eləyək. Yaxşı, bir şey də soruşum. Məsələn, Y1, Y2 keçid haqqında nə deyə bilərsiniz? Udulmadır. Udulmadır. Amma ultrabənövşəyi. Görünəndir. Görünən də ultrabənövşəyidir. Ultrabənövşəyi. Görünən. Ultrabənövşəyi. Ultrabənövşəyidir, bəli. Müəllim 2-yə görünən demədik. Bəs birə nə dedik? Ultrabənövşəyi. Amma burada bil ki, 2-dən 1-ə gəlməyin tərsidir də. Hə, aşağıya doğru olanlar deyirik də, yəni yenə də. Hə, yəni kiçik qiyməti deyirsən. Bildim. Bildiniz? Bəli. Kiçik qiymət deyirsən, lambur cumbur problem yox. Həmişə kiçik qiymətə bax. Məsələn, deyir ki, Y3, Y2. Nədir bu? Görünən. Görünən şüalanma. Bəs Y2, Y3 nədir? Udulma, görünən. Görünən udulma. Görünən udulma, çaşdıramadım sizi bəli. Bir başqa bir şey də əlavə edeyim. Enerji səviyyələri bəzən bizdən soruşur sualda iyonlaşma enerjisini. İyonlaşma enerjisi deyiləndə, uşaqlar, məsələn, bayaq yazmışdım, -10.6, -3.5, -1.5, -0.5 falan da belə deyək. Belə qiymətlər verilir. Yəni, birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə, dördüncü səviyyə, beşinci səviyyə. Məsələn, deyir ki, dördüncü səviyyədəki hidrogen atomunun iyonlaşma enerjisini tap. Nə deyərdiniz? Çıxırıq da onda ən birincisindən. Yox, təbii ki, elə buradakı modulunu götürürsən, qadası. Hə. Mənim sualı bir də verin də, başa düşmən. Dördüncü səviyyədə deyil olan hidrogen atomunun iyonlaşma enerjisini tapın. Modulunu götürürük. Modulunu götürürük.
İyonlaşma enerjisi demək o deməkdir ki, sən bunu sıfıra qaldırasan. Mənfi 0,5-dən sıfıra gəlmək üçün nə qarmalısan? 0.5 0,5. enerji gəlməli. Üstünə gələcək də mən çıx mənfilər bir toqquşur, müsbət olur. Yəni sıfıra çatdırmaq üçün o qiymətə nə ki, bəli, modulunu götürmək 0-dan mənfi 0,5 çıxanda eləyəcək 0,5-də. Hə, ona görə modul deyirsiniz. Bəli. Başa düşdüm. Çox sağ ol. Məsələn, 3-cü səviyyə desəydi, 1,5. 1,5. Birinci səviyyə desəydi, 13,6. 13,6. onda buradan nə nəticəyə gələ bilərik? Aşağı düşdükcə iyonlaşma enerjisi haqqında nə deyə bilərsiniz? Artır. Artır. Ay, sabah diqqətli olun ha. Diqqətli ol. Yuxarı qalxanda atomun enerjisi artır. Aşağı düşəndə də iyonlaşma enerjisi artır. Çatdı? Bəli. Əlasız. Enerji keçidlərinin ən çox istifadə olunduğu aparatura lazerdir. Lazer haqqında bir neçə şey var ki, onları əzbərdən bilmərik. Birincisi, lazer üçün belə quşlarla yazacağam. Ən azı, lazer bu arada uşaqlar qəbullarda düşən, ən çox düşən cihazdır. Səbəbini də siz məndən yaxşı bilirsiniz də, indi həyatın bir neçə hissəsində lazer var. Əməliyyatlar tibb sahəsində, göz əməliyyatlarında lazerdən küllü miqdarda istifadə olunduğuna görə praktik əhəmiyyəti böyükdür. Özünüz də qəbullar falan işlədikcə lazer haqqında sualları görəcəksiniz. Ən azı 3 enerji səviyyəsi lazımdır. Nə lazımdır? 3 enerji səviyyəsi. Ən azı 3 enerji səviyyəsi lazımdır ki, böyük enerjili işıq ala bilsin. Yüksək enerjili işıq mənbəyidir. Yüksək enerjili işıq mənbəyidir, monoxromatikdir. Monoxromatik sözünün mənasını bilməyən varsa, tək rəng yazıram bura. Mono 1-dir, xromosu rəng, yəni tək rəng, bir dalğı uzunluğu da, belə deyək. Bir lambdası var. Çox qarışığı yoxdur da, yəni təkdir. Monoxromatik işıq mənbəyidir. Ondan sonra lazerin əslində iş prinsipi nətər işləyir də lazer? Hər hansı bir enerjini, məsələn, kimyəvi enerjini və ya istilik enerjisini və ya elektrik enerjisini, bu tipli enerjiləri çevirir işıq enerjisini. İşığa çevirir. Və yəni gördüyü iş belədir, gördük. İşləmə prinsipi məcburi şüalanmaya əsaslanır. Məcburi şüalanma, bax, suallarda düşür, məcburi şüalanma. Nə deməkdir məcburi şüalanma? Uşaqlar, iki cür şüalanma var, belə yazım qıraqdan. Spontan şüalanma var, spontan. Bir də məcburi şüalanma var. Yəni, spontan şüalanma nədir? Spontanla məcburi, spontan sözünün mənası indi harasa gedirsən, məsələn, deyək ki də, bir məclisdir, birdən-birə sənə söz verirlər. Yəni, sən hazırlaşmamışdın. Birbaşa çıxıb danışırsan, bu spontan danışırdır. Bir də var ki, sən əvvəldən deyiblər ki, yəni, hazırlaş, bir həftə sonra sənin çıxışın var. Bu ki, məcburi kimi bir şeydir bunu. Yəni, sən əvvəldən məcbur ediblər ki, yəni, bunu hazırlamalısan, sən orada çıxışın icbaridir. Ona görə lazerdə də belədir. Spontan nə deməkdir? Spontan birdən-birə, anidən olan şüalanmadır. Atom, kimya dərsində indi iştirak edənlər biləcək, atomların həyəcanlanma halı var da. Həyəcanlanmış hala keçir. Yuxarı enerji səviyyəsinə qalxan atom orada dayana bilmir, düşür aşağı, stabil vəziyyətə. Öz başına baş verən bir şüalanmaya deyirlər, spontan şüalanma. Yadda qalarmı? Məcburi şüalanmada isə, ona görə 3 enerji səviyyəsi deyir ki, məcburi şüalanmada isə ikinci səviyyəni qalxanı qaldırıq yuxarı. 1, 2, 3. Həyəcanlar, məsələn, biz qaldırıq Y1-dən Y3-ə. Niyə Y3-ə qaldırırıq? Çünki daha yuxarı mərtəbələrdən düşən atomun şüalandıracağı, belə deyək də, fotonun enerjisi çox olacaq axı. Bunu 1-dən 3-ə qaldırmaq üçün, məsələn, suallarda çıxır, deyir, yaqut lazerində 1-dən 3-ə qaldırmaq üçün
hansı şeydən istifadə olunur? Güclü lampadan istifadə olunur. Güclü qaz lampası. Güclü qaz lampasının köməyi ilə yaqut lazerində deyir Y1, Y3 keçidi baş verir. Y1, Y3. Sonra Y1-dən Y3-ə qalxanda düşür buradan bura. 3-dən 2-yə. 2-dən 1-ə düşəndə bax biz bura bir dənə foton göndəririk özümüz. Deməli 2-dən 1-ə düşəndə də axı şüalanma baş verir. 2-dən 1-ə düşmək şüalanmadır. Bunun o 2-dən 1-ə düşəndəki şüalandırdığı fotonla bizim göndərdiyimiz foton üst-üstə minir. Ona görə buna deyirik məcburi şüalanma. Məcbur edirik ki, şüalanma miqdarı artsın. Elə bil ki, atom özü düşəndə də foton buraxır, şüalanmadır yuxarıdan aşağı. Biz də bir dənə foton əlavə edirik. Fotonun əlavə olunması ilə elə bil ki, 2-yə qatlanması nəticəsində yüksək enerjili işıq əmələ gəlir. Yəni uzun sözün qısası siz də çox dərin bilməyə məcbur deyilsiniz. Məcburi şüalanma keçidi Y2, Y1-dir. 2 dənə vacib keçid var. Birincisi Y1, Y3-dür. Bu qaz lampasının köməyi ilə. Digər də məcburi şüalanma keçididir. O da Y2, Y1-dir. Adı üstündə şüalanma. Lazerin bir başqa məsələsi, bayaq dedim, praktik əhəmiyyətinin olmasıdır. Lazer işıq lokatorunda istifadə olunur. Lokatorda istifadə olunur lazer. Ondan sonra tibdə istifadə olunur. Gözün torluq işasının bərpasında. Dəmirlərə qaynaqda istifadə olunurdu bir də. Dəmirlərə qaynaqda halal olsun. Svarka. Metalların qaynaq edilməsi də istifadə olunur lazer. Bax, bu kimi lazer haqqında bilməyimiz lazım olan bir neçə nə vardır sevimli dostlar. Nuansvardır.com. Başa düşdünüz uşaqlar? Bir dənə arxa səhifəyə keçə bilərsiniz, oranı screenshot edin. Oldu, çox sağ ol. Bura qədər sualınız var uşaqlar? Xeyr. Elməli. Əla. İndi gəlir nüvənin rabit enerjisi. Nüvənin rabit enerjisi nədir? İndi hər hansı bir nüvə, eləmi? Deyək ki, X, Z adda düzdür. Burada da N. Deməli, bu nüvənin kütləsini hesablamağa çalışsaq, bu qarşınızda bir nüvə var, atom var, deyək ki, bunun nüvəsinin kütləsini hesablamaq istəyirsiniz. Nüvənin içində nələr var? Protonla neytron. Proton və neytron var. Onda protonların kütləsi ilə neytronların kütləsini toplasaz, nüvənin kütləsini verməzmi? Bəli. Kaçsa. Nə varırsan? Neçə dənə protonu var bunun? Z. Z dənə. Z dənə protonu var. Z-i vururam. Protonun kütləsinə bir dənə protonun kütləsi bəllidir. Neçə dənə neytronu var? N. N dənə də N-i vururam neytron kütləsinə. Bunlar cəmləyəndə, protonların kütləsinə, neytronların kütləsini cəmləyəndə nukleonların ayrılıqda kütləsini verir. Amma bir dənə maraqlı bir şey baş verir, uşaqlar. Çox maraqlı bir hadisə baş verib. Bu hesablanan qiymət, hesabladığınızda qiyməti evdə hesablaya bilərsiniz. İstədiyiniz bir dənə elementi seçin. Evdə bax, dərsdən sonra eləyə bilərsən. İstədiyin bir elementi seç. Proton kütləsinə internetdən bax, neytron kütləsinə internetdən bax. Sayıları da bilirsən də elementi. Məsələn, karbon seçkin deyək. 6 dənə proton var, 6 dənə neytron var. Topla, vur, cəmlə də hamısını. Müəyyən bir kütlə alacaqsan. Atıram da, məsələn, 100 qram. İndi deyərsən ki, görək düz hesabladın mı? Gedib Mendeleyev dövrü cədvəlindən baxacaqsan. Cədvəldə kütlə yazılıraq, elementin kütləsi yazılır da, bilirsiniz. Görəcəksən ki, elementin yazılan kütləsi sənin hesabladığın qiymətdən, yəni bu düsturla hesabladığın qiymətdən kiçikdir. Yəni,
Nukleonların ayrılıqda kütləsi sənin o cədvəldən baxdığın nüvənin kütləsindən M nüvə. Ondan nədir? Bunu böyük yazım. Nədir ondan? Böyükdür. Böyükdür. Bəs bu hara getdi? Təbii ki, araya yenə Einstein girəcək. Einstein düsturunu xatırlayaq. Kütlə, M-sek falan. enerji. Ay, kütlə enerji tənliyi Einstein. Einstein deyir ki, orada bir cüzi miqdarda kütlə defekti var. Buna defekt deyirlər. Bu paltar alanda defektli çıxır, umduğunu bulanmırsan. Kütlə defekti də bu deməkdir. Kütlənin defekti, yəni kütlənin belə deyək də, hesablanmış qiyməti ilə reallıq arasındakı fərqi var. O defekti necə hesablaya bilərəm o qiyməti sizcə? Çıxarıq indi. Nədən nəyi çıxarır? Böyükdən kiçik çıxacaq da yəqin. Böyükdən kiçik çıxır. Yəni nukleonların ayrı kütlə defekti, yəni delta M deyək, delta M kütlədəki fərq bərabərdir. Nukleonların ayrılıqda kütləsi ZMP üstəgəl NMN çıxılsın M nüvə, düzdür? Bu nədir bizim üçün? Kütlə defekti. Amma kütləyə uyğun bir enerji də var. Axı mən bunu S kvadratına vursam, yəni delta Y bərabərdir, delta M. O itirilən kütləni S kvadratına vursam, həmin o kütləyə görə ayrılan enerjini tapa bilərəm də. Çünki itilən kütlə harasa getməlidir axı. Fizikada enerji itə bilməz. Deməli, enerji formasında o, belə deyək də, ayrılır. İndi yerinə qoysaq, səhifəni çevirəcəm uşaqlar. Delta M-i yadda saxladınız da gətirib burada yerinə qoyacam. Kömək eləyin. Delta Y nəyə bərabər olacaq onda? ZM proton Zn proton, üstə gəlinsin NM neytron NMN, çıxılsın M çıxılsın nüvə, vurulsun. S kvadratı S kvadratı. Aysa, bu kütlə defektinə görə yaranan bu enerjiyə, kütlə defektinə görə, yəni əldə olunan bu enerjiyə deyirlər nüvənin rabit enerjisi. Nüvənin adına bax, rabit enerjisi. Yəni nüvəni, indi səbəbdən maraqlı şey deyim, nüvənin içində protonlar var deyirəm bayaqdandır. Protonlar müsbət yüklü zərrəciklərdir. Müsbət nə qalır? İtəlir. Bəs necə onlar bir arada qalır? Bu enerji vasitəsilə. Ay, sağ ol, bu enerji vasitəsilə. Yəni, kütlə özündən bir parçanı fəda edir ki, o nüvəni bir arada saxlaya bilsin. O nüvəni bir arada saxlamaq üçün nüvə özündən bir parçanı fəda eləməli. Ona deyir, nüvənin rabit enerjisi. Rabit enerjisi tərifi belədir, yəni fiziki mənası. Deməli, atomun nüvəsini ayrı-ayrı nukleonlara parçalamaq üçün ya da ayrı-ayrı nukleonlardan nüvə əmələ gətirmək üçün lazım olan enerjiyə nüvənin rabit enerjisi. İki də deyə bilərsiniz. Ya nukleonları parçalamaq, ya da nukleonlardan nüvə əmələ gətirmək. Nə deyirlər buna? Nüvənin rabit enerjisi. Burada mötərizəni aça bilərik. Yəni, ayrı-ayrı enerjilər şəklində görmək üçün. Z vur MP üstəgəl NMN elə vurulsun S kvadratı çıxılsın MN vursa. Yəni, belə görəndə ehtiyacı yoxdur. Belə deyək də, tədirginliyə ehtiyac yoxdur. Bu olacaq nukleonların enerjisi. Bu da olacaq nüvənin enerjisi. Yəni, mötərizəni açıb da yaza bilərsiniz. Eyni şeydir. Enerjilərin vahid haqqında az əvvəl danışdım. Dedim ki, Joule-dan daha çox hansı vahiddən istifadə olunur? Elektron volt. Elektron volt. Biraz böyük elektron voltu. Mega elektron volt. Daha çox istifadə olunan vahid budur. Mev. Bir də var. Xüsusi rabitə enerjisi. Xüsusi nə? Rabitə enerjisi. Xüsusi rabitə enerjisi nə deməkdir? Xüsusi rabitənin adı üstündə xüsusi. Yəni, bir nukleon başına düşən rabitə enerjisi. İndi bunu həyatımızdan örnəklə deyirəm mənəm ki, yadda qalsın. Məsələn, deyək ki, 10 nəfərik biz qrupda. 10 nəfər gedib ardası işləyirik, pul qazanır. Bizə verdilər 100 manat. Bu bizim ümumi qazancımızdır. Amma adam başına düşən məbləği tapmaq üçün 100-ü ona bölürük. Yəni, mənim xüsusi payım nə qədərdir burada? 10 manatdır.
Eyni şəkildə nüvənin rabitə enerjisi bütün nukleonların ümumilikdə malik olduğu enerjidir. Amma mən istəyirəm ki, bir dənə nukleona düşən enerjini tapım. Bir dənə nukleona düşən enerji epsilon hərfinə işarəli, epsilon xüsusi yazılır, bərabərdir delta Y. Rabitə enerjisi nukleonların sayına bölürəm. Nukleonların sayına ilə işarələmişəm. Z Aynen. Aynı. Aynı. Və nüvə vahidi, yəni nüvə zərrəciyi belə deyək də, bir də vahid kimi də qəbul olunur. Ona görə də xüsusi rabitə enerjisinin vahidi mev bölünsün nukleon olur. Yadda qalar mı? Baxın. Ağlasınız. Çox mükəmməlsiniz. Bundan sonra gəlir radioaktiv maddələr. Radioaktiv nüvələr deyək də. Radioaktiv adından yenə kopya çək. Radio dalğalar, ya radio dalğa mənasında da özündən müəyyən qədər belə deyək də, dalğa buraxmaqla, enerji buraxmaqla deyək, zərrəcik buraxmaqla zaman keçdikcə arxlayan nüvələrdir. Zaman keçdikcə özlərindən zərrəciyi buraxırlar və başlayırlar yavaş-yavaş öz-özlərini yeməyə də belə deyək. Buna deyirlər radioaktiv nüvələr. Radioaktiv nüvələrin get-gedə təbii ki, nüvə sayları azalır. Və nüvələrin sayı azalması onun kütləsinin də azalması mənasına gəlir uşaqlar. İndi müəyyən zaman keçir, nüvənin sayı azalır. Nüvələrin sayının 2 dəfə azaldığı müddətə yarım parçalanma periodu deyilir. Yəni, yarım parçalanma niyə deyilir? Yarım nə deməkdir? Yarım 0,5. Yarım parçalanma. Yəni 2 dəfə azalma. İndi deyək ki, başlanğıcda nüvələrin sayı N0-dır. Bir müddət keçdi, 2 dəfə azaldı. Nə qədər olacaq? N0 bölü 2. N0 bölü 2. Təzdən 2 dəfə azaldı. Nə qədər olacaq? N0 bölü 4. Təzdən 2 dəfə azaldı. Nə qədər olacaq? N0 bölü 8. N0 bölü 8. Birinci mərhələdə neçə dəfə azaldı? 2 dəfə. Bəs ikinci mərhələdə nə qədər azalmış oldu? 4 dəfə. Bəs üçüncü mərhələdə nə qədər azalmış, neçə dəfə azalmış oldu? 8 8 dəfə. dəfə. Onda belə çıxır ki, Ha, 2-nin 200. dərəcələri ilə azalır da bu. Bax. Yəni, yerdə qalan nüvənin sayı n bərabərdir. Başlanğıc nüvənin sayı bölünsün 2 üstündə n. N də mərhələ nömrəsidir, n. Birinci mərhələ 2 üstü 1. İkinci mərhələ 2 üstü 2. Beşinci mərhələ olsa 205 olacaq. 2 üstü 32, bəli. O dəfə azalacaq demək. İndi bu n mərhələdirsə, mərhələ belə deyək də say mənasında. Periodun sayla olan düsturunu bilirsiniz. Periodun düsturunu xatırlayın. T bərabərdir, düzdür? Nətər idi period? N bölü T bölü n. Burada T bölü balaca n yazacağam. Burada balaca n yazacağım. Çünki bu böyük n-dən o böyük n qarışmasın da. Balaca n-i buradan tapsaz n nəyə bərabərdir? T bölü T. T bölü T. Onda icazə verin bu düsturda yazım. Bərabərdir. N0 bölünsün 2 üstündə mənfi T böl, mənfi deyirəm. Hələ mənfiyə gəlməmişəm. 2 üstündə T böl T, düzdür? Bəli. Məxrəzdədir. Hasil kimi yazsam n bərabərdir. N0 vurulsun 2 üstündə mənfi T böl T. Bax bu da bax n nədir? Yerdə qalan nüvələrin sayı. Yerdə qalan yazmıyor, qalan nüvələrin sayı. Qalan nüvələrin sayı. Zaman keçdikcə bu elə belə çıxarılışı göstərmək üçün idi əslində. Sizin bu yuxarıdakılara ehtiyacınız yoxdur. Sadəcə görəsiniz deyə yazdım ki, qalan nüvələrin sayı bax bu formada tapılır. Bu düsturdan istifadə olunur tapılır. Buradakı bu böyük T, əsas kəmiyyətimiz bu böyük T-dir. Buna deyirlər yarım parçalanma periodu. Yəni nə? Nüvələrin sayının 2 dəfə azalmasına sərf olmaz. Məsələn, kartoşka ilə deyirəm bunu adətən. Evə 100 dənə kartoşka aldın, 100 dənə, 100 ədəd. Bir həftə sonra 50-si qaldı deyək. Yəni nə qədər müddətdən sonra sayı 2 dəfə azalıb? Bir həftə sonra. O bir həftə
Kartoşkanın yarıya enmə müddətidir də sayının. Yarım parçalanma periyodu da bu deməkdir. Yarım parçalanma periyodu nüvələrin sayının 2 dəfə azalması üçün sərf olunan zamandır. Və yarım parçalanma periyodu, yəni bu böyükdür, heç bir kəmiyyətdən asılı deyil. Hər bir elementin özünün, radioaktiv elementin özündən asılıdır. Və qalan nüvələrin sayı zaman keçdikcə nə qalır? Azalır. Qalan nüvələrin sayı zaman keçdikcə azalır. Çünki gedirlər də parçalanırlar. N, qalan nüvələrin sayı zamandan asılılığını çəkək. Get-gedə sayı azalır. Başlanğıc qiymətimiz N0-dır, düzdür? Müəyyən zaman keçdikcə azalır, düşür aşağı. Gördüyünüz kimi gəlir belə sıfıra yaxınlaşan bir funksiya, qrafik olur. Bir periyoddan sonra nüvələrin sayı olur nə qədər? N0 böl 2. 2. 2 periyoddan sonra Ö- nüvələrin sayı olur nə qədər? N0 böldü. N0 bölünsün 4. Sıfır. Bəli. Bəs 3 periyod sonra N0 böl 8. görsən qrafikin gözəlliyinə bax. N0 bölsə belə bu şəkildə. Müəllim 0 olmur. 0 olmur. Onsuz da riyazi olaraq da 0 olmur da bəzən axı. Çünki sən bölə bilmirsən axırda 0-a nətər böləcəksən. Yəni ən axırıncı ədədi elə bir yerdə gəlir ki, 2-yə bölünə bilmir. Orada vətən kütləsi falan var. İndi ola bəzi başqa şeylərdir. Yəni belə deyək də çox dərinlər. Amma 0-a düşmür. Bəli, təbii ki, 0-a düşsəydən də element yoxa çıxarır tamamilə. Elə bir dənə düşün. Element parçalana getdi. Axırda heç nə qalmadı, andıra qalsın. Həppi bözdür. Amma ümumi bir funksiyası azalma-azadı belədir. Yaxşı. Mən istəyirəm ki, qalanların yox, gedənlərin sayını tapın. Nətər tapıram? Başlanğıcdan çıxarıb N0-dan. Başlanğıcdan çıxarım. Parçalananların sayı. Delta N sayı dəyişməsi bərabərdir. Başlanğıcdan yerdə qalanı çıxıram. 100 dənə kartoş qalmışdım, 20 dənə qalıb. Nə qədər yeyilib? 80. 80 dənə. Nətər tapdınız? Başlanğıcdan sonra çıxdı. Aşağıdan sonra çıxdı. N0 çıxılsın. N-in düsturu nə idi? N0 vurulsun. 2 üstündə məb-t böl t bərabərdir. N0 vurulsun. 1 çıxılsın. 2 üstündə məb-t bölünsün t. Artıq məntiqli insanlarsınız. Gedənlərin sayı zaman keçdikcə nə qalır? Artır. Artır. Bəli, sıfırdan başlayır, zaman keçdikcə artır. Heç vaxt gedir. N0-a çata bilmir. Çünki ən çox gedən nə qədər ola bilər? Nüvələrin özü qədər ola bilər. Bir periyod sonra nə olur? N0 böl 2. Bir periyodda nə qədər gedir? N0 bölü 2. Çünki yerdə qalan N0 bölü 2-dir, gedən deyəsə. Yaxşı, 2 periyodda nə qədər gedir? Gedən. 2 periyodda nə qədər qalırdı? N0 böl 4. Bəli, 3 N0 böl 4. N0 böl 4 qaldısa, nə qədər gedib deməkdir? 3 N0 böl 4. Fikrim çatdı. Bəli, çatdı. Bəli. Əlasınız. Bu da parçalananların sayı falan deməyə çalışdıq. İndi parçalanmalarda müəllim parçalanır deyirsiniz, zərrəcik gedir deyirsiniz. Hansılar da olar? 3 dənə çevrilmə var uşaqlar. 3 tür radioaktiv çevrilmə var. 1. Alfa çevrilmə. Bu zaman nüvədən helyum gedir. Helyum 2,4 müsbət 2 ionu. Alfa zərrəciyin nə olduğunu bilməlisən əzbərdən. Helyum gedir. Yəni nə demək istəyirsiniz müəllim? Məsələn, X, zeta hər hansı bir radioaktiv element olsun. Alfa çevrilməyə məruz qaldısa, o deməkdir ki, buradan parçalanma reaksiyası. Helyum 2,4 çıxdı. Yerdə qalan element olsun Y. Y-in indekslərini deyə bilərsiniz.
Z-2 açıq. Z-2 açıq 4. Çünki yuxarıların cəmi yuxarıya, aşağıların cəmi aşağıya bərabər olmalı. Nukleonların sayı dəyişənməz. Bu formada. Alfa çevrilmədə belə çıxır ki, proton sayı nə qədər? Azalır. Azalır. Nə Azalır. qədər? Nə qədər azalır? 2 volt. Sola gedir özü. Nukleonların sayı nə qədər? Dəyişmir. Niyə? Nukleon demədiniz. Hə. 4% Dəyişmir. azalır. Çevrilmiş elementin nukleon sayını deyirəm, reaksiyanı demirəm. Yəni Hə, 4 əmələ volt gələn azalır. 4 vahid azalır. Reaksiyada ümumi nukleonların sayı sabit qalır o heç. Amma çevrildiyi, yəni əmələ gələn yeni elementin nukleon sayı əvvəlkindən 4 vahid nə olur? Az olur. Az Kiçik. olur. Bəs neytron sayı? Bunları toplayacaq da müəllim. Daha doğrusu İki -4-dən azalır. çıxacaq 2-ni. -4-dən niyə çıxırsan? 4-dən 2-ni çıx da. Hə, varit 4-dən azalır. 2-ni çıxacaq. 2 vahid azalır alfa çevrilmədə. 2 beta mənfi çevrilmə. Beta mənfi çevrilmə dostlar elektrondur. Elektron belə yazılır. Y -1 0. Necə yazıldığını biləcəksən. Yenə eyni şey deyirik. Bir radioaktiv element X zeta elektron çıxdı. Yerdə qaldı deyir Y. Y-in deyir indekslərini deyin. Z plus 1A. Z plus 1 cəmin sabit qalmaq üçün yuxarıda olacaq. Ha, proton sayı nə vardı? 1 volt artdı. Nukleon sayı Dəyişmədi. Dəyişmədi. bəs neytron sayı? Dəyişmir. Niyə? Yox, 1 volt Peki. azalır. Bir vahid azalır. Protonun sayı bir vahid artıbsa, neytronun sayıda bir vahid nə etməlidir? Azalmalı. Azalmalıdır ki, nə olsun? Nukleonların sayı sabit qalsın. Onda Mendeleyev dövrü cədvəli, məsələn, alfa çevrilmədə sual çıxır. Mendeleyev dövrü cədvəlində neçə xana sürüşər alfa 2 vahid çevrilməyə? sola sürüşür. 2 xana sola. Yəni əvvələ. Bəs bunda 1 vahid sağa. Sağ. bir xana sağa. Düzdür? Bəli. Üçüncü çevrilmə uşaqlar görüblər ki, üçüncü çevrilmə də var. Qamma Bu çevrilir. Qamma çevrilmə. Qamma çevrilmə haqqında xeyir xəbər var. Bu bir elektromaqnit dalğadır. Elektromaqnit dalğa Dəyişmir. bilirsiniz fotondur. Fotonda bəli, kütlə falan olmadığına görə elə olduğu kimi qalır. Düzdür? Düzdür. Y-lə yazım ki, kafa qarışmasın. Yəni əmələ gələn də elə özün kimi olur. Yaxşı. Sizə bir dənə sual. Bu çevrilmələrdən deyir hansı? Bu arada burada dəyişmə olmur da. Mendeleyev xana dəyişməsi olmur qammada, düzdür? Bəli. Deyir bu çevrilmələrdən, yəni bu alfadan, betadan, bir də qammadan. Bu zərrəciklərdən Alfa ilə hansılar beta meyl eləyir. elektrik Qamma və eləmir. maqnitdən meyl edir? Bəli, alfa ilə beta meyl edir. Məsələn, elektrik sahəsi fikirləşək. Lövhələrdən birini müsbət yükləyək, birini mənfi yükləyək, elektrik sahəsi yaradaq. İndi bura alfa zərrəcik daxil olsa, alfa hara getmək istəyər? Mənfiyə. Mənfiyə getmək istəyir. Görsən, meyl elədi. Beta zərrəcik daxil olsa, beta mənfi hara getmək istəyər? Müsbətə. Müsbət. Müsbətə. Bəs qamma girsə hara getmək istəyər? Düz xətli bərabər sürət təşkil edir. Bəli, heç bir yerə dönməyəcək. Elektrik sahəsinə meyl eləməyəcək. Yadda qalar. Bəli. Maqnit sahəsinə baxın indi. Lorentz qüvvəsini yadınıza salmağa çalışın. Alfa zərrəcik daxil olur. Alfa müsbət yüklü zərrəcikdir. Sol əl qaydasına görə baş barmağımız sol tərəfi göstərir. Yəni maqnit sahəsinə gələndə alfa sola meyl edir burada. Beta zərrəcik daxil olsa hara meyl eləyər sizdə? Sağa meyl eləyəcək. Sağ.
Amma qamma daxil olsa düz gedəcək. Deməli, belə çıxır ki, elektrik və maqnit sahələrində qamma meyl etmir, alfa və beta meyl edir. Bir də bu şey lazım ola bilər. Hansı daha çox meyl edir? Alfa mı, beta mı? Düşünüb cavab verin. Müəllim, yüklə radiusun düsturu var idi, ona görə deyirik. Düstur demədən deyə bilərsən. Təxminlə. Kütləsi çox olan daha çox gedər. Kütləsi çox olan gec meyl edər də, yəni. Düzdür? Bəli. Yəni əslində şəkil çəkəndə biz belə çəkirik. X maqnit sahəsi B hərfi ilə göstərilir. Alfa zərrəcik daxil olur, məsələn, belə gedir deyək ki, belə döndü. Beta zərrəcik daxil olur, belə dönür. Alfada sən baxan kimi bilməzsən ki, bu alfada, bu beta. Çünki beta elektrondur, elektron sıxılıdır, amma alfa zərrəcik helyumdur. Balaca olan zərrəciyi döndürmək asan. Yadda qalar mı? Bəli. Bəli. Əla. Atom fizikasından müəyyən qədər işlədik. Mən hamısını birdən-birə keçmək istəmirəm. Yavaş-yavaş tələsmədən keçirik və ev tapşırığınızı verirəm. Zəhmət olmasa. Nigar buradadır. Çox sağ ol Nigar. Kim yazacaq dostlar tapşırığı? Nuray yazırsan. Bəli, müəllim yazıram. 255-də birdən 57-yə yazdım. Bəli. 260-da birdən 27-yə 262-də birdən 67-yə